Biz Cəbrayıl ilə Qubatının arasında yolu vurdular. Biz həmin vaxtı piyada hərəkət edirdik. Və biz aşağı tərəf çay var, çayın qırağına düşdük. Orada mənim əsgərlərimin bir neçəsi yaralandı. Və mənim bir əsgərim var idi, Məhəmmədov. Onu çıxardan zaman orada gəldi, mərmi düşdü. Mən orada onun vannasına düşdüm. Təsəvvür edin ki, bəlkə də o anı mən düşünürdüm ki, biz buradan heç cürə sağ çıxa bilmərik. Amma şükürlər olsun ki, yəni həmin anı qarşı tərəfi bizim ağır artilleriya dəqiqliyindən vurdular. Düşmən həmin mövqeləri qoyub qaçdı və biz nail olduq. Həqiqətən Laçının kəndlərin azad olunmasına qədər döyüşdə iştirak elədik. Və mən buradan ən başlıcası Azərbaycan Respublikasının azadlığı uğrunda, ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Və mən bütün Ali Baş Komandanımız başda olmaqla, bütün Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən döyüşçülərin öz minnətdarlığını bildirirəm. Və bu qələbə həmişə deyirəm ki, biz hərbiçilərin olsa da, amma bütöv bir olan Azərbaycan millətinin oldu. Bax, həmin o 44 günlük, bəli, o vətən müharibəsində millət fərqi yox idi, cinsindən, xanımı, kişisi, uşağı. Hətta inandırım sizi, onları eşidirdin, insana o qədər qürur verirdi. Mən Qubatlının Muradxanlı kəndində kəşfiyyatın uşaqlarına bizə müəyyən papaqlar gəlmişdi, maska papaqlar, soyuq idi deyə. Onları paylayırdım. Orada əlim atanda gördüm bir dənə papağın içində bir kağız var. Həmin kağızı açdım, oxudum. Siz inandırım ki, onu mən çəkmişəm, o şəkil dururdu məndə. 5-ci sinifdə oxuyan bir qız uşağı Salyandan götürüb yazmışdı ki, biz hamımız bugün evimizdəyik. Amma mənim əsgər əmlərim, siz döyüşürsünüz. Və müharibə başlayandan mən namaz qılıram və sizlərə dua edirəm. Bilirsiniz, bunu 5-ci sinifdə oxuyan bir qız uşağının yazdığını oxumaq sizi inandırım ki, insana o qədər qürur verir. O qədər qürur verir. İnandırım sizi, ondan sonra həqiqətən düşündüm ki, bu vətən üçün ölümün gözünə dik baxmağa dəyər. Bu vətən üçün ölməyə dəyər. O evlatlar üçün dəyər. Bəli, həqiqətən də. Tamam başqa bir atmosfer idi həmin vaxtlarda. Doğrudan da xalq olaraq sanki tək bir fərd idik. O 10 milyondan çox insan sanki bir nəfər idi. O bir nəfər kimi formalaşmışdıq. Elə yeri gəlmişkən, qələbə günü haradaydınız? Qələbə günü biz Laçındaydıq. Laçındaydınız. Bəli, biz Necə Laçındaydıq. xəbər tutdunuz ki, artıq müharibə? Bizim rabitənin daşı sönmüşdü. Biz heç cürə məlumatımız yox idi. Mobil əlaqə də yox idi. Yox idi, əlaqəmiz yox idi. Çünki biz qarşı tərəflə üzbəyiz idik. Ortada bir balaca dərə var idi. O biri dərənin başında olar idi, bu üzdə biz idik. Və biz bir anıq baxdım ki, burada atəşfəşanlıqdır, güllələr atılır, amma havaya atılır güllələr. Havaya atılır. Bizdə çox böyük bir həqiqətən narahatçılıq yaratdı ki, bəs bu necə ola bilər? Baxdıq qarşı tərəfdə atır. Gözlədik sadəcə mövqedə gözlədik, səhər açıldı. Qarşı tərəfdə göyə güllə atır. Onlar da atılır. Sevindiklərindən. Sizi inandırım ki, düşmənin əsgərləri bilirsiniz necə sevinirdilər. Məğlub ola sevinirdilər. Sevinirdilər, müharibə dayanmağına sevinirdilər. Həqiqətən, mən onun canlı şahidiyəm və mənim əsgərlərim də biz üzbəyiz olanda biz onu yaşadıq. Səhər açıldı, biz onda ora yemək gətirmirlər, biz ona yerə, yəni çox çətin idi, yolu vururdular. Bizə ora səhər azuqə gətirdilər, onda bizə təbrik elədilər ki, bəs müharibə dayanıb, Azərbaycan Respublikasının silahlı qüvvələri qələbə çalıb. Həqiqətən bilirsiniz, onu yaşamaq, nə bilim, mənim həyatımda mən deyərdim ki, ən gözəl bir sevinçli an oldu. Həqiqətən Azərbaycanımıza qələbə yaraşır. Ən xoşbəxt an. Bəli, inşallah qismət olsun bizlərə. Necə ki, bugün üç rəhli bayrağımız, Zəngəzurumuz və Göyçəmizin bir adımlığında dalğalanır. Qoy inşallah Göyçəmiz və Zəngəzurumuz da dalğalansın. Çünki Azərbaycanımıza zəfər yaraşır. Mən bir şey demək istəyirəm. Bizim mərhum şair Alqayıt Xəllovun Azərbaycan simfoniyasında bir neçə bəndləri var. Deyir ki, dünya içirə bir dünya var. Görün, nə gözəl sözdür bu. Dünya içirə bir dünya var. Əsl adı Azərbaycan. Dost ürfəti atan behri, ana dadı Azərbaycan. Təhcə səndən diləmişəm, hər imdadı Azərbaycan. Gördüklərim nə yuxudur, nə rüyadır Azərbaycan. Bu surətin, bu tərəqqin bir dünyadır Azərbaycan. Həqiqətən də Azərbaycanımızın bu surəti, bu tərəqqi bir dünyadır. 44 günlük qələbəsinlə bütün dünyaya işıq saçdı. Bəli. Çox qürur verici anlar idi və elə dediyiniz misralar da insanda bir tükürpədir, bir elə məqamlara toxunur, bir kadr kimi hər şey gəlir insanın gözünün qarşısından keçir və məğrur dayanırıq. Bax,